Salam hörmətli istifadəçilər, yeni məhsullarımız gəlib. Onlar sizə bir təqdim edəcəm. Bax, şüşə silə. Burasına çubuğu gedir 1 manat. Moykanın bax belə boğazında keçən, bu da 1 manat. Kranda keçirirsiniz, bax. Kranda bax belə qoyursunuz, qalır belə düz. Bura masalkazat qoyursunuz. Rəng çeşidləri də var. Daha sonra gəzəni düzələr. Bu toyuqdur, xoruzdur bilmirik. Amma qoysan belə çıxıb vurursan, gəziri 1 manat olacaq Teymur Storda. Qazan, tava, məsələn çaynikin qapaqları qırıldı sabah. Mən sizə deyim ki, Teymur Stor mağazasında bunların çeşidləri çoxdur. Özü də bu elədir ki, əl yandırmır. Sırf bu mərmər kimidir üstü. Bax, bu da var. Bu 1.50-likdir, yaxşı rəng çeşidləri var. 1 manat olanlar da var. Mallarımız həddindən artıq çox gəlib dostlar. Bunu bax, bu qablardan çox gətirmişik, kapron qablardan. Qiymətləri 1 manata, 1.50-yə bax belədir. Daha sonra bax, bu içində dənə-dənə 50 qəpiyə satırdıq vaxt var idi. İndi paçkara gətirmişik. 10 dənədir. 10 dənəsi cəmi 1 manata. Çox möhkəm yapışqan. Bax, belə şəffaf rəngi. Bax, belə tokdur. Əsas soyucular, zıtlar sallar sonra. Qiyməti cəmi 1 manat olacaq. Bax, bunlar bilirsiniz nədir? Mopa, yəni şvabraya keçən əskilərdir. Yəni, bunu çıxartmağa mən bilənə ehtiyac yoxdur. Rəng çeşidləri var. Qiyməti 1 manat 50 qəpikdir. 40-lıqdır, 45-lik varımızdır. Deməli, bax, bunlardan çox gətirmişik. Bunlar meyvə tərəvəzi, bax, misal üçün çiyələkdir. Misal üçün də qarpızdır, güvərtidir. Xaladenka buzxanaya qoyursunuz. Sırf ərzaq üçündür. Qiyməti 1 manata 1.50-2 manatdır Teymur Stor mağazasında. Daha sonra bax, belə bir maçalkalardır. Kürək sürtəndir. Qiyməti çox güman 1 manat olacaq. Yeni gəlib məhsullar. Bax, bu da deməli, paltarda toz varsa, bax, bunun vasitəsilə, bax, misal üçün, bax, belə-belə edirsən, götürür. İçində yapışqanı çoxdur. Yəni, 10 dənə yapışqandır. Soyduqca istifadə edirsən, qiyməti 1 manatdır. Ünvanı xatırladım, Ünvan Əhməddə, Seyləzim Şirvani 1B-də. Real qiyməti əslində bahadır, bax, bunun, sırf bax, bunun. Görün, yekə bir ləyəndir, yan dərindir də. Bunu biz 4 manata, 5 manata vaxt var satırdıq. Rəng çeşidləri var. 1 manat 50 qəpiyə. Belə paltar ipləri gətirmişik. Bu paltar ipinin bir özəlliyi var ki, başında qıynaqları var. Belə turbaya doladın, özünə də misal ilişdirə bilərsən. Bax, belə bir şeydir. Rəng çeşidləri var, qiyməti 1 manatdır. Sonra spatulanın ən əjdahasını gətirmişəm. Yəni, bax, burası əyləndir. Keyfiyyətlisidir. Rəng çeşidləri var. Qırmızı, qara, hər rəngi var. Yaşıl. Moşundur. Qiyməti 1 manat 50 qəpik olacaq dostlar. Yəni, bax, bundan yaxşısını tapmaq mümkündür də. Yəni, ən yaxşı budur. Sonra, bax, belə bir setkalar gətirmişik, süzgəc. Qiymətləri, dostlar, baha deyil. Yəni, 1 manata, standart 1 manatdır. Lap böyüklərini gətirmişik. Olarsa 3 manatdır. Belə bir şeylər də varımızdır. Bax, gör nə qədər mallar var. Onları bir-bir sizə göstərməliyəm. Siz belə maraqlı videolardan görmək istəyirlər. Bir dənə indicə videonu bəyənək ki, mən də həvəslə keçim sizə malları daim sizə göstərdim. Mən ora keçəcək ünvanı xatırladım. Əhmədi də gedəşik dostlar. Sərhədçi İdman kompleksinə yaxınıq. Teymur Stor mağazasıdır. Ünvanımız Seyləzim Şirvani 1B-dədir. Daha sonra bax, belə bir məhsuldur. 1 manat olacaq cəmi. Çox gözəl bir qabı var, yine qabı. Qiymətinə söz ola bilməz. Bunu 4 il bundan qabaq belə paylaşırdım. 1 manata belə məhsulları. Elə bir ki, o vaxta qaydırıq. Bax, belə bir şüşə qabdır. Orta ölçülü 1 manat 50 qəpik olacaq. Belə qap seçimləri, bax, qapaqlı. Saxlama qap. Teymur Storda geniş seçimdə 1 manatlı qiyməti də. Dostlar, məhsullar çoxdur. Mən sizə hamısını bir-bir təqdim edə bilməyəcəm. Saat da neçədir? Saatdakı şu keçdi. Bunlar kosmetik qabıdır, mən sizə ötəri deyim. Sonra, bax, burada belə bir qablar gətirmişik. Qiymətləri çox ucuz olacaq. Yəni ki, arxain ola bilərsiniz. 1 manata çalan mallarımız gəlib. Gəlin, faydalanın. Hələlik dostlar deyirəm, amma mallarımızın çoxu mən sizə göstərmədim. Bax, çançaltıdır. Dəmirdən, qalın özdə 1 manatadır. 1 manata dəyən mallardır. Hələ burada çox şeylər var, sizə göstərmədim. İnanın ki, TikTok'da bizi izləyin, Instagram'da izləyin, paylaşacağım ətraflı. Novruz aksesuarlarımızda kifayət qədər var. Hələlik deyirəm dostlar, sağ olun, Allah sizi qorusun.